Daha bir söz diyeceğim incimin. Sağ çıkmıyordu o telefonlar. Xarab olub o insanlar. Vallahi xarab olub insanlar. İstəyir cavanlarım, istəyir qoca. Yəni boşanmalara səbəb deyilsin ki, telefondur. Hər Başqa nə səbəblər var? Seriallar. yığışdırdı da Azərbaycan kanallarını yığış. Mən o kanala baxanda istənirdim. Deyirdim fırladım o kanalları. Olmaz, vallahi olmaz. Olmaz. Uşağın vallahi telefon çıxanı qohum ağrəbə də uzaqlaşıb biri-birindən. Bilmir, çüstürəcək. Diqqət verirsiniz. Qabaq atam bir dənə 30 köpəlik piçenlik alırdı. Allah bir başqa. Bizi bütün qohum ağrəbəyə gezdirirdi. Ona görə ki, dözəsən gərək. Bir hoş torpaqda götürmüşsə, bəxtalığın budur sənin. Mənim öpüblər, dağ üstündə qoyublar. Nə olanda yaşamamışam, cavanlıqlarını qorusunlar. Yazıqları gəlsin, üç cavanlıqlarına. Hər şeyi görürəm. Görürəm, vallahi. Aliyə xanım, cavanlıq nə olan neymətdir? Allahdan verdiyi xoşbaxt bir şeydir bu. Bəli. Allahsan mənim qədrim biləsən gərək. Hansı adətlər qalıb sizə? Sizin dövrdən indiyə. Hansılar qalıb, hansılar itib? Hörmət. Qalıb yoxsa yox? Qalıb. Bəli. Mən eləyirəm, düşünlər öz Allahlarımdan. Bəli. Mən bacardığım qədər eləyirəm hörmət. Qonşum köçdü şəhərdən. Baxdım, gördüm qonşumu. Paltaryan maşını yoxdur, tok beçi yoxdur. Bəli. Apardım, paltaryan maşınımı da verdim, tok beçimi də verdim. Mən belə insanım da, balamsın, mən neydim? Qardaşım qızı məni Almanya apardı, gezdirdi. 3 ay Almaniyada oldum. Almaniyanın bütün şəhərlərini gezdirdilər məni. Fransada oldum, Şveycariyada oldum. Hər nə olur olsun, mən öz kəndimi sevirəm. Sizin dilləncə xilə. Xilə. Aysa, uşağım xilə idilər. Sonra nöş değişdilər, bilmirəm. Elədilər Əmir Haccan. Sonra değişdilər, elədilər Əmir Haccan. Mən o mətələm mən ona. Yəni əsliniz Əmircanlıdır. Hansı küçədə əvvəl? Ana evinizdə, yəni hansı küçədə oldu? Anam olub Nərdamanlı qızı. Atam olub İçəri şəhərdə. Sonra gəliblər burada məskən salmış, çalıblar. Mən elə eşitmişəm atamdan, dedə babamdan mən elə eşitmişəm. Mən bir nömər bağçanın yanından bura gəlmişəm. Oğlunuz şəhid olurdu biz. Hə. Çernobil şəhidlərinə. Kim olub oğlunuz? Babayev ağa babam adı oldu. Ancaq o oğlum sağ olsaydı. Allah rəhmət eləsin. Nə bilim, dünyanın ən bəxtəvər anasıydım. Çox Valideyim. yaxşı insan da olub ha. Başqa cür uşaq olub. Allah sizə ömür versin inşallah. Hamımıza. Allah sizə bərəkətli, sağlam ömür nəsib eləsin. Mən arzulayıram ki, nə qədər Əmircanda ağbirçək analarımız var, hamısına ağsaqqallarımız var, hamısına inşallah Allah bərəkətli, sağlam ömür nəsib eləsin. Var olun ki, vaxtınız var. Böyüksüz ev olmasa. Amin. Böyüksüz ev olmasa. Amin.